Salam. Bugün sizinlə paylaşdığınız mənbələr əsasında gəlin etiraf edək, bir çoxları üçün həqiqətən narahat edici, amma çox dərin bir mövzunu araşdıracağıq. Bəli, salam. Həqiqətən də mürəkkəb mövzudur. Söhbət Əhd-i Ətiqdən, xüsusən də baxacaq Yeşua kitabında təsvir edilən o müharibələrdən gedir. Və təbii ki, Allahın bu, qanlı münaqişələrdəki rolundan. Belədir. Əlimizdə Tanrı, döyüşlər və böyük mübarizə adlı materialdan hissələr var. Bir də bir sıra müqəddəs kitab ayələri. Yeşua, Çıxış, Qanunun təkrarı, Yeşaya, Vəhy kimi kitablardan. Bəli, zəngin mənbələrdir. Məqsədimiz, belə deyək, bu mənbələrin təqdim etdiyi baxışı anlamaqdır. Əsasən də bu sual ətrafında fırlanacaq. Allahın o müharibə aparan obrazı ilə onun, o bildiyimiz sevgi dolu təbiətini necə uzlaşdırmaq olar? Bu doğrudan da ilahiyyatın ən çətin, ən mübahisəli suallarından biridir. Bir tərəfdən baxırsan, müqəddəs kitab deyir ki, Allah mərhəmətlidir, lütfkardır, səbirlidir, hədsiz məhəbbət, sədaqət sahibidir. Çıxışda, Zəburda bunlar dəfələrlə vurğulanır. Bəli. Amma digər tərəfdən, xüsusən də elə o Yeşua kitabında görürük ki, İsrail Kənan torpaqlarını fəth edəndə çox şiddətli müharibələr olur və deyilir ki, bunlar Allahın əmri ilə, onun rəhbərliyi ilə, hətta onun birbaşa iştirakı ilə baş verir. Elə Yeşua 10-14 ayəsi də bunu deyir axı. Rəbb İsrail üçün döyüşürdü. Çox konkret ifadədir. Bəli, çox açıq şəkildə. Və bu iki təsvir, yəni o sevgi dolu Allahla döyüşən Allah obrazı arasında bir gərginlik yaranır. Bir çox insanı bu düşündürür, narahat edir. Sizin də göndərdiyiniz o mənbələr məhz bu gərginliyi, anlamağa çalışır, bir izah təklif edir. Elə gəlin oradan başlayaq da, bu gərginlik nöqtəsindən. Allahın sevgisi, mərhəməti bir yanda, onun adından aparıldığı deyilən o şiddətli müharibələr o bir yanda. Bunlar necə bir araya sığır? Yəni bu sadəcə qədim dövrün reallığı, vəhşiliyi idimi? Yoxsa mənbələrin dediyi kimi bunun daha dərin, başqa bir mənası var? Mənbələr daha çox ikinciyə meyillidir. Yəni, daha dərin bir məna axtarır. Və bu mənanı anlamaq üçün bizi Yeşua kitabındakı çox maraqlı bir epizoda aparır. Yeşuanın Rəbbin ordusunun başçısı ilə qarşılaşması anına. Yeşuanın 5-ci fəslindəki hadisə yadımdadır. Bəli, 13-15-ci ayələr. Kontekst belədir. İsraillər təzəcə Yordan çayını keçiblər, vəd edilmiş torpaqlara giriblər, qarşılarındakı ilk böyük hədəf də Yerixodur. O möhkəm divarları ilə tanınan şəhər. Çox çətin bir hədəf. Bəli. Və məhz bu kritik anda Yeşua qəfildən qarşısında əlində qılınc tutan sirli bir şəxs görür. Təsəvvür eləmək olar da Yeşuanın reaksiyasını, hərbi liderdir, dərhal soruşur. Bizim tərəfdənsən yoxsa düşmənlərimizin? Yəni, kimlərdənsən, dost yoxsa düşmən? Amma cavab çox qəribədir. Cavab belədir. Yox. Bu nə deməkdir? Yəni, nə bizim tərəfimizdən, nə də onların. Məhz bu yox cavabı, mənbələrində vurğuladığı kimi, bütün durumu dəyişir. Bu göstərir ki, əsas məsələ bu ilahi fiqurun hansı tərəfdə olması deyil. Əsas sual budur. Yeşua və İsrail onun tərəfindədirmi? Yəni, məsələ artıq iki insan qrupu arasındakı münaqişədən daha böyük bir şeyə işarə edir. Deməli, tərəfləri aşan bir reallıq var. Elədir. Sonra həmin şəxs özünü təqdim edir. Mən Rəbbin ordusunun başçısıyam. Bu ifadə İbranicə Sar Adonai Tsavadır. Müqəddəs kitabda yalnız burada rast gəlinir və çox güclü bir mənası var. Bəs o Rəbbin ordusu nədir? Materiallarda qeyd olunur ki, oradakı ordu, yəni Tsava, geniş mənada başa düşülə bilər. Tamamilə doğrudur. Tsava təkcə insan döyüşçüləri ifadə etmir. Həm mələklər ordusuna, hətta səma cisimlərinə, ulduzlara, planetlərə aid edilə bilər. Ona görə də bu kontekstdə Rəbbin ordusunun başçısı böyük ehtimalla səmavi, yəni mələk ordularının komandanıdır. Hətta bəzi ilahiyyatçılar bunu Məsihin bədən almazdan əvvəlki görünüşü kimi də şərh edirlər. Elə deyilmi? Bəli, mənbə də buna işarə edir, teofaniya kimi. Və Yeşuanın reaksiyası da bunu təsdiqləyir. O dərhal anlayır ki, bu adi biri deyil, ilahi bir varlıqdır. Üzü üstə yerə yıxılır, səcdə edir və soruşur, ağam quluna nə buyurur? Bu çox vacib məqamdır. Yeşuanın bu reaksiyası onun itaətini göstərir ki,
O artıq qarşıdakı müharibənin strategiyasını, rəhbərliyini insan ağlından, hərbi taktikadan yox, Bəli, birbaşa səmavi mənbədən almağa hazırdır. Sanki döyüşün əsl mahiyyətini dərk edir. elədir, məhz elə. Mənbələrin əsas arqumenti də budur. Bu görüş göstərir ki, Kənan torpağındakı o müharibələr sadəcə iki xalq arasında gedən bir torpaq mübarizəsi deyil. Bu daha böyük kosmik bir mübarizənin yer üzündəki təzahürüdür. Kosmik mübarizə? Bəli, və bu mübarizədə görünməyən səmavi qüvvələr, mələk orduları da iştirak edir. Rəbbin ordusunun başçısının orada olması, İsrailin tək olmadığını, Allahın öz xalqını müdafiə etdiyini göstərir. Başqa yerlərdə də var, axı müqəddəs kitabda, Allahın səmavi qüvvələrlə öz xalqını qoruması. Məsələn, 2 Padşahlar kitabında Elişanın xidmətçisi qorxanda, Elişa dua edir, xidmətçinin gözləri açılır və görür ki, dağlar Rəbbin atəşli atları və döyüş arabaları ilə doludur. O hekayə çox təsirlidir. Və ya Yeşaya 37-də deyilir ki, Rəbbin mələyi bir gecədə 185 min Assuriya əskərini məhv etdi. Bəli, bunlar göstərir ki, Allahın müdaxiləsi həmişə bizim gördüyümüz kimi olmur. Gizli, səmavi bir ölçüsü də var işin. Bu baxış əlbəttə hadisələrə tamam başqa bir işıq salır. Əgər müharibə sadəcə insan işi deyilsə, onda onun mahiyyəti də, məqsədi də dəyişir. Bəs siz, dinləyicimiz, necə düşünürsünüz? Yəni, Rəbbin ordusunun başçısının, o səmavi qüvvələrin sizin də müdafiənizdə olması fikri, bu sizə hansı təsəllini, hansı gücü verə bilər? Bu, həqiqətən üzərində düşünməyə dəyər. Və bu kosmik ölçü bizim mənbələrin başqa bir vacib arqumentinə gətirir. Böyük mübarizə və ya səmavi müharibə konsepsiyası. Böyük mübarizə? Bəli. Mənbələrə görə Yoşuanın dövründə Kənan torpağında baş verən o münaqişələr təsadüfi təcrid olunmuş hadisələr deyil. Bunlar kainat yaranandan bəri davam edən daha böyük bir dramın, Allahla onun düşməni şeytan arasında, xeyirlə şər arasında gedən mübarizənin bir parçasıdır. Bu çox geniş bir iddiadır. Yəni, bütün bu yer üzündəki münaqişələri daha böyük bir fona yerləşdirir. Mənbələr bu böyük mübarizənin kökünün mənşəyini necə izah edir? Əsasən 3 mətnə istinad edirlər. Vəhiy kitabı 12-ci fəsil, Yeşaya 14 və Yezekiel 28. Vəhiy 12 çox açıq şəkildə səmada baş verən bir müharibədən danışır. Mikail və mələkləri, əjdaha, yəni şeytan və onun mələkləri ilə vuruşur. Nəticədə şeytan və tərəfdarları səmadan yer üzünə atılır. Yeşaya 14 və Yezekiel 28 isə, onlar biraz daha simbolikdir. Birbaşa Babil və Tir padşahlarına ünvanlanıb. Amma mənbələr deyir ki, buradakı təsvirlər adi insan hökmdarların səviyyəsini aşır. Əslində şeytanın, yəni Lusiferin qürurunu, Allaha qarşı üsyanını və səmadan düşüşünü təsvir edir. Bu maraqlıdır. Çünki çox vaxt bu mətnləri sırf o dövrün padşahlarının təkəbbürü və cəzalandırılması kimi yozurlar. Mənbələr niyə düşünür ki, bunun daha dərin, şeytani bir mənası var? Bir neçə səbəb gətirirlər. Məsələn, Yeşaya 14-də Babil padşahına deyilir: Ey səhər ulduzu Lusifer, şəfəqin oğlu, səmalarda necə də düşdün? Sonra deyir ki, o ürəyində deyib, göylərə çıxacağam, taxtımı Allahın ulduzlarından yuxarı qoyacağam, Haqq Taalanın bənzəri olacağam. Yəni bunlar adi bir padşah üçün... Həddən artıq iddialı sözlərdir. Bəli, həddən artıq. Eynilə Yezekiel 28-də Tir padşahı, daha doğrusu onun arxasındakı qüvvə, Allahın bağçası Edəndə olan qiymətli daşlarla bəzənmiş, kölgə salan mühafizəçi keruf kimi təsvir olunur. Bu da adi insana aid edilə bilməz. Keruf, yəni mələk növü? Bəli. Üstəlik, mənbə qeyd edir ki, Yüşaya Peyğəmbər özü bu hissəni təqdim edərkən, məsələn, İbranicə maşal sözünü işlədir. Maşal təkcə atalar sözü deyil, həm də dərin simvolik məna daşıyan bir hekayə, bənzətmə, allegoriya deməkdir. Bu da göstərir ki, Peyğəmbər tarixi hadisədən daha böyük bir həqiqətə işarə edir. Deməli, arqument budur ki, səmada bir üsyan başlayıb, Lusifer və tərəfdarları qovulub və bu mübarizə yer üzünə də sirayət edib. Bəs bu səmavi mübarizə ilə İsrailin Kənan torpağındakı o konkret müharibələri arasında əlaqə necə qurulur? Mənbələr Daniel kitabındakı bir epizoda işarə edir. 10-cu fəsildə. Orada Allahın mələyi Danielə görünəndə deyir ki,
Fars padşahlığının başçısı, yəni şeytani bir qüvvə, onun gəlişinə 21 gün mane olub. Bu göstərir ki, səmavi aləmdəki mübarizələr birbaşa yer üzündəki hadisələrə, xalqların taleyinə təsir göstərir. Aha, görünməyən bir mübarizə var pərdə arxasında. Elədir. Və bu baxışla mənbələr İsrailin Kənan müharibələrini sadəcə torpaq davası yox, bu böyük kosmik mübarizənin yer üzündəki bir cəbhəsi kimi təqdim edir. Kənanlıların dini praktikaları, bütpərəstlik, uşaq qurbanları və s. mənbələrdə şər qüvvələrin təsiri onların yer üzündəki qalası kimi görülür. Deməli, İsrailin müharibələri bu çərçivədə sanki şəri məhdudlaşdırmaq, ilahi ədaləti bərpa etmək cəhdi kimi başa düşülür. Bəli, pozulmuş dünyada Allahın nizamını bərpa etmək, şəri məhdudlaşdırmaq və nəticədə Allahın xilas planını irəli aparmaq üçün bir addım kimi. Çox mürəkkəb bir məsələdir, amma mənbələrin təqdim etdiyi çərçivə budur. Bu həqiqətən hadisələrə tamamilə fərqli bir baxışdır. Əgər bu belədirsə, onda gündəlik həyatımızda gördüyümüz ədalətsizliklər, çətinliklər, hətta öz daxilimizdəki o mənəvi mübarizələr, bunlar hamısı təsadüfi deyil, bu böyük xeyr-şər savaşının əksləri ola bilər. Siz necə düşünürsünüz? Ətrafınızda, öz həyatınızda bu mübarizənin izlərini görürsünüzmü? Və bunun fərqində olmaq nəyi dəyişərdi? Bu kosmik mübarizə perspektivi bizi növbəti vacib anlayışa gətirir. Rəbbin döyüşçü olması fikri. Mənbələr buna da toxunur. Çıxış kitabı 15-ci fəslin 3-cü ayəsi. Qırmızı dənizdən keçəndən sonra Musa və İsraillər oxuyur. Rəbb döyüş adamıdır, adı Rəbbdir. Bəli, bu ifadədə müasir qulağa biraz sərt gəlir. Allah necə döyüş adamı ola bilər axı? Yenə o sevgi dolu obrazla sanki toqquşur. Mənbələr bunu necə açır? Mənbələr ilk növbədə Çıxış kitabının öz kontekstinə baxmağı təklif edir. Yəni, o dövrün tarixi, mədəni şəraiti. Yadımıza salaq ki, İsraillilər Misirdə əsrlərlə kölə olublar. O müddətdə öz əcdadlarının Allahını, Rəbbi demək olar unutmuşdular. Misrin çoxsaylı tanrılarının təsiri altına düşmüşdülər. Bızıl Buzov hekayəsi də bunu göstərir. Elədir. Və Çıxış 2-də deyilir ki, onlar zülm altında nalə etdilər, fəryad qopardılar və Allah onların fəryadını eşitdi, onların müdafiəsinə qalxdı. Bu, sadəcə Musa ilə inadkar Firon arasında bir siyasi mübarizə deyildi. Qədim yaxın şərq düşüncəsində belə bir anlayış var idi. Xalqlar savaşanda əslində onların tanrıları savaşırdı. Hansı xalq qalib gəlirdisə, deməli onun tanrısı daha güclüdür. Və mənbələr Çıxış 12.12 ayəsinə xüsusi diqqət çəkir. Pasxa gecəsi haqqında Rəbb deyir ki, Misir torpağında bütün ilk doğulanları öldürəcəyəm və Misirin bütün allahları üzərində hökm edəcəyəm. Mən Rəbbəm. Fikir verirsiniz, təkcə Firona yox, Misirin allahlarına da hökm edəcək. Bəs bu Misirin allahları, onlar kim idi? Sadəcə daşdan, taxtadan düzəlmiş bütlər idi, yoxsa bunun arxasında başqa bir şey var idi? Mənbələr deyir ki, var idi. Onlar Levililər 17.7, onlar artıq cinlərə qurban kəsməsinlər. Və qanunun təkrarı 32.17, onlar Allaha deyil, cinlərə qurban kəsdilər. Kimi ayələrə baxır və deyirlər ki, müqəddəs kitabın baxışına görə bütlərə ibadət əslində o bütlərin arxasında duran şər ruhani qüvvələrə, cinlərə, üsyankar mələklərə ibadətdir. Yəni, Rəbb Misirdə təkcə insanların yaratdığı zülmə qarşı çıxmırdı? Elədir. Həm də o zülm sisteminin arxasındakı mənəvi şərə, o şeytani qüvvələrə qarşı hökm edirdi. Və bu kontekstdə Rəbb döyüşçüdür ifadəsi, onun şərə, günaha, zülmə, üsyana qarşı aktiv, barışmaz mövqeyini göstərir. Allah günahla müharibə vəziyyətindədir. Deməli, bu ifadə Allahın zorakılığa meyli olduğunu yox, onun ədalətinin və müqəddəsliyinin günaha dözümsüz olduğunu ifadə edir. Tam olaraq, mənbələrin əsas fikri budur. Allah təbiəti etibarilə həyat verəndir, yaradandır. Amma o, günahla və onun gətirdiyi dağıntı ilə barışa bilməz. Ona qarşı mübarizə aparır. O, şərə əbədi dözməyəcək. Başqa ayələr də var bunu dəstəkləyən. Zəbur 24.8, qüvvətli və qadir Rəbb, döyüşdə qadir Rəbb. Və ya Vəhy 19-da İsa'nın təsviri, ağ atın üstündə, sadiq və həqiqi adlanan,
ədalətlə hökm edən və döyüşən sərkərdə. Hə, o çox güclü təsvirdir. Və bu mübarizənin sonu da Vəhy kitabında təsvir edilir. Son məhkəmə və şər qüvvələrin, düşmüş mələklərin və tövbə etməyib, günahla tam eyniləşmiş insanların tamamilə məhv edilməsi. Yaxşı, bəs bu geniş baxış, bu kosmik mübarizə, Allahın günaha qarşı olması, bu Yeşua kitabındakı o çox ağır əmri, Kənanlıların məhv edilməsi əmrini necə izah edir? Düzünü desəm, bu yəqin ki, Əhd-i-Ədkin ən çox sual doğuran, ən narahat edici hissələrindən biridir. Bu həqiqətən çox ağır mövzudur və asan cavabları da yoxdur. Bunu qəbul etmək lazımdır. Amma məhz sizinlə paylaşdığımız mənbələr bu hadisəni indicə danışdığımız o böyük mübarizə və Rəbb döyüşçüdür kontekstində anlamağı təklif edir. Yəni, Kənanlıların məhv əmri təkcə bir etnik qrupun cəzası kimi görülmür, baxmayaraq ki, Yaradılış 15-16-da onların günahlarının artıq həddə aşdığı, ölçünün dolduğu deyilir. Aha. Amma daha geniş mənada bu Allahın günaha və onun cəmiyyəti içərdən çürüdən təsirinə qarşı apardığı o böyük mübarizənin bir mərhələsi kimi təqdim olunur. Sanki şər qüvvələrin yer üzündəki bir qalası dağıdılır ki, Allahın xalqı üçün təmiz bir başlanğıc mümkün olsun. Deməli, məsələ təkcə Kənanlıların taleyi deyil, həm də Allahın ədalətinin və hətta sevgisinin təsdiqi ilə bağlıdır. Bəli, sevgi o mənada ki, günahın daha da yayılmasının, daha çox insanı məhv etməsinin qarşısı alınır. Mənbə Romalılara 3:4, qoy Allah doğruçu, hər insan isə yalançı çıxsın və Vəhy 15:3, ey millətlərin padişahı, sənin işlərin böyük və heyrətamizdir, yolların ədalətli və həqiqidir. İstinad edərək deyir ki, bu həm də Allahın xarakterinin doğrulanması ilə bağlıdır. Bu hadisə sanki gələcəkdəki o son məhkəmənin kiçik bir modeli, bir xəbərdarlığı idi. Bu izah sözsüz ki, məsələyə bir dərinlik qatır, amma yenə də etiraf edək, bu əmrin şiddəti çoxları üçün qəbul etməsi çətin olaraq qalır. Lakin mənbələrin irəli sürdüyü başqa bir kəskin fikir də var idi. Bu kosmik mübarizədə neytrallıq mümkün deyil. Tərəfsiz qalmaq olmur. Bəli, mənbələr bu nöqtəni çox vurğuluyor. Günah dünyaya girdiyi andan etibarən hər bir şuurlu varlıq, istər mələk, istər insan, seçim qarşısındadır. Ya Allahın tərəfi, onun iradəsi, ya da şər qüvvələrin, üsyanın tərəfi. Orta yol yoxdur. Onda. Elədir. Əsas məsələ kimin hansı tərəfdə olduğu deyil, kimin Allahın tərəfində olduğudur. Və bu baxış Kənanlılarla müharibəni də fərqli göstərir. Bu, sadəcə bir etnik qarşı durma deyil, mənəvi sədaqət və üsyan arasındakı bir toqquşmadır. Əgər həqiqətən də bu böyük mübarizədə tərəfsiz qalmaq mümkün deyilsə, bu bizim hər birimizin gündəlik seçimlərinə, dəyərlərimizə, kimə və nəyə sadiq olduğumuza dair çox ciddi suallar ortaya çıxarır. Sizcə, bu böyük mübarizədə kimin tərəfində olduğunuzu insan necə müəyyən edə bilər? Gündəlik həyatda bu seçim özünü necə biruzə verir? Bu, həqiqətən də çox fundamental bir sualdır və cavabı hər kəs özü üçün tapmalıdır. Mənbələrin təqdim etdiyi bu çərçivə bizi məhz bu cür dərin düşüncələrə sövq edir. Gəlin onda bu həqiqətən dərin söhbəti yekunlaşdıraq və sizinlə paylaşdığınız mənbələrdən çıxan əsas nəticələri bir daha qısaca nəzərdən keçirək. Göründüyü kimi bu mənbələr Əhd-i-Ətiqdəki, xüsusilə Yeşua kitabındakı müharibələrə çox spesifik bir prizmadan baxır. Bəli. Onlar bu hadisələri təkcə qədim yaxın şərqin qanlı tarixi kimi yox, daha geniş kosmik bir çərçivədə görürlər. Yəni, xeyirlə şər, Allahla üsyankar qüvvələr arasında gedən o əzəli mübarizənin yer üzündəki təzahürləri kimi şərh edirlər. Tamamilə. Əsas arqument budur. Rəbbin ordusunun başçısının görünməsi işin səmavi tərəfini vurğulayır. Rəbb döyüşçüdür ifadəsi isə Allahın günaha və şərə qarşı o barışmaz mövqeyini göstərir. Və bu yanaşma, mənbələrə görə Allahın o müharibə aparan obrazı ilə onun sevgi dolu təbiəti arasındakı o görünən ziddiyyəti anlamağa kömək edir. Yəni, müharibələr Allahın sevgisindən yox, onun günaha və şərə qarşı müqəddəs nifrətindən, ədalətindən irəli gəlir. Amma son məqsəd yenə də sevgi, xilas, nizamın bərpasıdır. Amma onu da vurğulamaq lazımdır ki, elə mənbələr özləri də deyir ki, bu mövzu çox mürəkkəbdir, çətindir,
və belə asan bir mənalı cavablar verməkdən çəkinirlər. Düzdür, çox həssas mövzudur və dərin düşüncə tələb edir. Tamamilə doğrudur. Bu, həqiqətən üzərində düşünməyə, araşdırmağa davam etməli olduğumuz bir mövzudur. Biz də burada sizə hazır reseptlər vermədik. Sadəcə sizin təqdim etdiyiniz mənbələrin nə dediyini birlikdə anlamağa çalışdıq. Amma bu müzakirənin sonunda bəlkə də mənbələrin birbaşa toxunmadığı, amma onların yaratdığı o çərçivədən çıxan bir fikir üzərində düşünmək hamımız üçün faydalı olar. Buyurun, maraqlıdır. Əgər mənbələrin təsvir etdiyi bu kosmik mübarizə həqiqətən də bu gün də davam edirsə və əgər bu mübarizədə neytral qalmaq həqiqətən də mümkün deyilsə, onda gündəlik həyatınızda qarşılaşdığınız o çətinlikləri, şahidi olduğunuz ədalətsizlikləri, verməli olduğunuz o mənəvi seçimləri, hətta öz daxili mübarizələrinizi, bütün bunları bu böyük mübarizə kontekstində dərk etmək sizin dünyaya baxışınızı, prioritetlərinizi, gündəlik davranışlarınızı necə dəyişə bilər? Bu bəlkə də bugünkü söhbətimizin bizi üzərində düşünməyə buraxdığı